Fərqləri, məsəl üçün, qutusunun çapındadır. Qapaqlarda baxsaq görərik. Bu daha qalın materialdan düzəlib və üzərində Zippo A hərflərlə yazılıb. Bu isə daha nəzik materiallardan çap olunub. Qutusunun arxası boşdur. Amma orijinallarda arxasında Zippo'nun modeli yazılır. Məsəl üçün, bu Zippo dizayn modelidir. Arxasında yazıldığı kimi. İçliyi daha nəzik metaldan hazırlanıb və üstü yapışqan kimidir. Nakleyka kimi düzəldiblər. Amma orijinal Zippo'larda içliyi qalın materialdan olur və üstü işləmə kimidir. Yəni hiss olunur ki, işlənib. Bu cür alışqanlar artıq Bakıda bəzi yerlərdə satışdadır. Və ilk dəfə Zippo alan adam asanlıqla aldana bilər. Orijinal qiymətinə bir neçə manatlıq Zippo ala bilər. Ona görə diqqətli olun. Zippo alışqanlarını yalnız rəsmi dillərdən və keyfiyyətinə cavabdeh olan mağazalardan alın.